Mr. Sahibzadeh, you are online, I think, yeah? Yes, I am online, brother. So I want to thank you for your participation in our program, and we are very pleased to have you in our program. Thank you for participating. Pleasure is all mine, brother. Thank you. Yeah. So I think you have seen the last interview of Mr. President of Azerbaijan, victorious Supreme Commander-in-Chief, Mr. Ilham Aliyev. And we would like, to French television, France 24. I would like to get your impression about this interview and what was impressed this interview in the society of brotherly Pakistan. Televiziyasına verdiyi müsahibə qardaş Pakistanda hansı təəssüratları yaradıb? Bax, bu məsələ ilə əlaqədar onun fikirlərini gəlin öyrənək. Please, go on, please. Thank you very much, brother. Thank you for giving me the chance and opportunity. Yes, I got a chance to, listen the interview of His Excellency, Mr. President Ilham Aliyev, and that interview was, up to the mark, and he told the facts and the details of the events which took place and which happened in, the last couple of years. In the shape of 44-year war, in being the student of international relations and having, the know-how and the expertise on the geopolitical situation of the South Caucasus region, I can definitely say that this interview was the factual interview which, properly described the situation and the realities at the ground. And yes, now I have to translate after you can continue, please, because... Sure. Okay. Bildirdi ki, müsahibəyə baxıb və müsahibə çox yüksək səviyyədə alınıb. Nəyə görə? Çünki cənab prezident çox faktlarla, dəqiq faktlarla həmin müsahibədə Fransa ictimaiyyətini, dünya ictimaiyyətini 44 günlük müharibə haqqında və onun nəticələri barədə məlumatlandırıb, o cümlədən başlama səbəbləri və s. O bildirir ki, müsahibədən tam şəkildə aydın olur, nəticə çıxarılır ki, Cənubi Qafqazda 44 günlük Vətən Savaşından sonra tamamilə yeni bir vəziyyət yaranıb və hər kəs də o vəziyyətlə barışmalıdır. Mr. Muhammed